bədəndə olduğu halda baxılması haram olan bir əzanın, saçın, tükün bədəndən ayrıldıqdan sonra da baxılması günahdır. Qadınların saçıdır, kişi olsun, qadın olsun, özəl bölgədəki tüklərdir. Bunlar bədəndən ayrıldıqdan sonra da baxmaq günah olacaq. Bundan dolayı belə tükləri, saç tükü və digər tüklər bastırılmalıdır. Toplanıb bastırılmalıdır. Bu mümkün deyilsə, məsələn, adam şəhər yerindədir, bir paketə bükülüb bağlanmalı, açılmayacaq formada bağlanmalı və zibil qabına atılmalıdır. Yəni ki, naməhrəm, yad olan qarşı cinsdən insanlar görəcək formada bu tükləri ortaya atmaq düzgün deyil.